Xameneyinin həlak olmuş 14 aylıq nəvəsinin fotosu yayımlanıb. Bu körpənin adı Zəhra Muhammədi Golpayaqani, bax belə bir soyadı var. Ehtimal ki, bu onun qızının övladıdır. Onun babası ilə birlikdə öldüyü qeyd edilib. Bu prosesdə, bu əməliyyatlarda, bu əməliyyatlarda o həlak olanlar təbii ki, siyasətin, qlobal siyasətin qurbanlarıdır. Amma bu körpə, mənə görə, yəni gerçək şəhid bu uşaqdır. Bu uşağın heç bir günahı yoxdur. Yəni konkret olaraq dünyadan, bəşəriyyətdən, həyatdan, heç nədən xəbəri olmayan, yəni 1 yaş 2 aylıq uşaqdan gedir söhbət. 14 aylıq deyərkən bəlkə biraz qulağınıza böyük səslənir. 1 yaş 2 aylıq bir uşaqdan söhbət gedir. Yəni adam ən çox təəssüf elədiyi məsələlərdən biridir.